Salam, dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Deməli, elastik qüvvəsi, sürtünmə qüvvəsi bölməsindən 2025 DİM test topusu may müstəvi üzrə hərəkət başlığını izah etmək istəyirəm sizə. Deməli, cisim birinci sualdan başlayırıq. Yuxarı hərəkət etdirilir. Sürtünmə qüvvəsinin istiqaməti. Sürtünmə qüvvəsi hərəkət istiqamətin əksini yönəlir. Ona görə də burada istiqamət 5-dir. Sükunət sürtünmə qüvvəsi hansı istiqamətə yönəlib? Yenə də eyni qaydada. Əgər cisim burada sükunətdə qalıbsa, bu normalda aşağı istiqamətdə sürüşməlidir. Amma sükunət sürtünmə qüvvəsi bunun əks istiqamətə təsir göstərdiyi üçün o sükunətdə qala bilir. Bilcik maye müstəvi üzərində sükunətdədir. Dayağın reaksiya qüvvəsi. Bu mərkəzdən aşağı doğru ağırlıq qüvvəsidir. Mərkəzdən mg'dir. Bu 3 mg kosinüs alfadır. Yəni perpendikulyar toplananda ağırlıq qüvvəsinin. Burada bir mg sinus alfadır, paralel toplananı. Dayağın reaksiya qüvvəsi isə həmin bu maildən, dayaqdan cismə göstərən təsir qüvvəsidir n. Ona görə istiqamət 5 olur. Burada da təbii ki, sükunətdədirsə 4 sükunət sürtünmə qüvvəsi, hərəkətdədirsə sürüşmə sürtünmə qüvvəsi olur. Bircik maye müstəvi üzərində sükunətdədir ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi hər zaman mərkəzdən aşağı doğru yönəlir 5. Sonra meyl bucağı alfa olan maye müstəvi üzərindəki M kütləli cismə təsir edən sükunət sürtünmə qüvvəsi hansı ifadəli təyin olunur. Və elə bunu çox yuxarı getməyəcəm. Bu mg ağırlıq qüvvəsi aşağı doğru idi, düzdür? Sonra dedik ki, maye müstəvi üzrə onun paralel toplananı mg sinus alfa, burada isə mg kosinus alfadır. Və deyir ki, sükunətdə qalır və sükunət sürtünmə qüvvəsi. Sükunət sürtünmə qüvvəsi, bax, əks istiqamətə yönəlir. Ona görə də, bax, fikir verin, burada sükunət sürtünmə qüvvəsi mg sinus alfa ilə tarazlaşır. Odur ki, cavab eləyəcək mg sinus alfa. Daha sonra 6-cı. Meyl bucağı alfa olan maye müstəvi üzrə hərəkət edən cismə təsir edən sürtünmə qüvvəsi. Biz nə dedik yuxarıda? Gəlin elə buradan çəkini göstərim. Deməli, bu maye müstəvidir. Biraz eğri olsa da. Neyse, biz bunu çəkmədik zənnedək. Niyə görə belə əyilir anlamadım. Onu olaraq bilmirəm. Neyse. İndi fərz etsək ki, bu belə ağırlıq maye müstəvimiz var. Üzərində də belə bir cisim var. Buna hansı qüvvələr təsir göstərirdi? Mərkəzindən aşağı doğru mg ağırlıq qüvvəsi təsir göstərirdi. Sonra bunun mərkəzindən belə perpendikulyar istiqamətdə mg kosinus alfa təsir göstərirdi və mərkəzindən mailib istiqamətində paralel mg sinus alfa, yəni paralel toplanan təsir göstərir. Dayağın reaksiya qüvvəsi dayaqdan cismə göstərən təsir qüvvəsidir. Mg kosinus alfa ilə tarazlaşır. Bir də burada əks istiqamət, hərəkət istiqamətin əksinə sürtünmə qüvvəsi yaranır. Və fikir verirsəz buradan nə olur? Dayağın reaksiya qüvvəsi n nə ilə tarazlaşır? Bax, fikir verin, n mg kosinus alfa ilə tarazlaşır. Burada yazım mg kosinus alfa. Amma bizə hərəkət edən cismə təsir edən sürtünmə qüvvəsi. Onda F sürtünmə öz düsturu mü vurulsun n-dir, düzdür? Onda n mg kosinus alfası olacaq mü mg kosinus alfa. Mü mg kosinus alfa da A variantına uyğun cavabdır. Sonra gəldik növbəti suala. Deyir ki, kütləsi 2 kiloqram olan cisim meyl bucağı 30 dərəcə olan maye müstəvi üzərində sükunətdədir. Ona təsir edən sükunət sürtünmə qüvvəsi. Uşaqlar, bayaq da qeyd elədiyimiz kimi, sükunət sürtünmə qüvvəsi nədir? Sükunət. mg sinus alfadır. Onda m kütlə i 2, j'miz 10 isə elədi 20. Sinus 30 dərəcədə də 2-də 1 qiymətini alır. Bu bizə verəcək 10 newtonu. Bunu bayaq sizə göstərmişdim. Yuxarıda istəyirsin, yenə də qayda. Tutaq ki, bu cisim sükunətdədir. Onda buna təsir göstərən qüvvələr hansılar idi? Bu mərkəzin aşağı doğru mg idi, ağırlıq qüvvəsi. Burada onun paralel toplanan mg sinus alfa sükunətdə qalıbsa 4 ilə 1 bir-birini tarazlayıbsa, sükunət sürtünmə qüvvəsi mg sinus alfanın bərabərləşməlidir. Sonra növbəti suala gəlirəm. Aha. İndi deyək ki, hündürlüyü 20 sm olan maye müstəvidən sürüşüb düşən cisim hansı sürəti alar?
İndi gəlin buradan belə bir nüansa baxaq. Aha. Buradan bir mayın müstəvini göstərdim, çəkin. Neysə, bu biz çəkə bilmirik deyəsin, əyri gedir. Bir tərəfini ağardaq, daha səliqəli görünsün. Hə. Da belə. Neysə. Deyir ki, hündürlüyü 20 santimetrdir. Buradan h 20 santimetrdir. Bu hissə. 20 santimetr 0,2 metr deməkdir. May müstəvidən hansı sürət alır və 0,0 bərabər. Uşaqlar, burada sürtünmə nəzərə almayın deyir. Sürtünmə nəzərə almadığınız üçün bunun sərbəst düşdüyünü qəbul edə bilərsiniz. Sərbəst düşən zamanda kök altını 2GH düsturu ilə hesablayıb qısaca cavab ala bilərsiniz. Açıq mən bu fikirlə çox da razı olmuram. Bunun deyəsən ətraflılardır, yoxsa bundan sonraki hansı sualda daha detaylı şəkildə, yəni sualı həll edə biləcəyik, yəni elə bir məlumatlar verilib bizə. Çünki burada bucağın dərəcə ölçüsü də verilməyib ki, ona uyğun olaraq bir nəsə belirtdi yazaq. Odur ki, V bərabər kök altı 2GH-dan yaza bilərik. Niyə görə? Çünki bu sürtünmə nəzərə alınmadığına görə və buradan sərbəst düşdüyünə görə bir növ ki, atılıb da, sərbəst atılıb. Onda kök altını 2 vur 10, 20 edir. H-mız da 0,2. Bu bizə verəcək 2 metr bölü saniyəni. Normalda əgər məsələn burada bucaq versəydi, el uzunluğunu təyin edə bilərdik. El uzunluğuna əsasən yenə də, yəni sürtünmə nəzərə alınmasa belə aşağı doğru müəyyən S-yolunu qətiyyəsi idi. Ona görə də o S-yoluna əsasən hesablaya bilərdik, amma belə də cavabımız doğrudur. Sonra 9. Deyir ki, eyni bir cismə müxtəlif maye müstəvilərdir. Eyni bir cisim müxtəlif maye müstəvilərdə sürüşür. Dayağın reaksiya qüvvəsi ən böyükdür. Biz bayaq qeyd elədik. Dedik ki, bunu hətta mən qısa izahlarını da paylaşmışam ki, əgər cisim sükunətdə qalıbsa, F sükunət bərabər olmalıdır. mg sinus alfa, dayağın reaksiya qüvvəsi olur mg kosinus alfa, sürüşmə sürtünmə qüvvəsi də μ n olduğu üçün olacaq μ mg kosinus alfa. İndi biz nə dedik? Dedik ki, sinus alfa artan funksiyadır, kosinus alfa isə azalan funksiyadır. Və dayağın reaksiya qüvvəsi kosinus alfa ilə ifadə olunur. Deməli, bucağın ən böyük qiymətli qiymət ən kiçik olacaq, bucağın ən kiçik qiymətli qiymət ən böyük olacaq. Dayağın reaksiya qüvvəsinin ən böyük qiymətlidirsə, bucağın ən kiçiyi. Yəni 1 buna uyğun cavabdır. Çünki kosinusun ən kiçik qiymətindən ən böyük qiymət alır. Yəni dərəcənin ən kiçik qiymətindən qiymət olaraq ən böyük alır. İndi burada deyir ki, eyni bir cisim müxtəlif maye müstəvilərdə sürüşür, hansı halda dayağın reaksiya qüvvəsi ən kiçikdir. Bunu bucaq ən böyük olan 4. Niyə? Çünki dediyimiz kimi azalan funksiyadır da kosinus. 11-ə baxırıq. İndi bizə burada nə deyir? Deyir ki, sürüşmə qüvvəsi. Fikir versəniz, mən istəyirəm. Sürüşmə sürtünmə qüvvəsi n-dir. Bu da mg kosinus alfadır. Ona görə də sürüşmə sürtünmə qüvvəsi ən böyükdirsə, bucağın ən kiçiyi, yəni 1 uyğun olacaq. Çünki kosinusla hesablanır. Kosinus da azalan funksiyadır. Sonra 12. İndi burada da yenə sürüşmə sürtünmə qüvvəsini deyir. Sürüşmə sürtünmə qüvvəsi ən kiçikdir deyirsə, artıq burada biz nəyi götürməliyik? Bucağın ən böyüyünü. Çünki kosinusla hesablanır. Kosinus daha böyük qiymətdə, dərəcədə daha kiçik qiymət alır da. Sonra 13. Deyir ki, müxtəlif maye müstəvi üzərində eyni kütləli cisimlər sükunətdədirlər. Hansı halda cismə təsir edən sükunət sürtünmə qüvvəsi ən böyükdür? Gəlin belə yazaq, bayaq çəkdiyim kimi. Biz dedik ki, sükunət sürtünmə qüvvəsi mg sinus alfadır. Bilirsiniz niyə? Çünki bayaq da göstərdim bunu bir neçə dəfə. Mg ağırlıq qüvvəsi aşağı yönəlir. Onun paralel toplananı mg sinus alfadır. Sükunət də onu geriyə doğru saxlayır deyə sükunət sürtünmə qüvvəsi mg sinus alfa ilə tarazlaşır. Sinus alfa artan funksiya olduğu üçün qiymətin ən böyük olması, bucağın ən böyük olması deməkdir. Bu da 45 dərəcənin böyük aralarında 4 nömrəli maye müstəvi olmalıdır. Cavabımız. 14-cü sual. 14-cü sualda deyir ki, müxtəlif maye müstəvi üzərində olan eyni kütləli cisimlər sükunətdədir. Hansı halda cismə təsir edən sükunət sürtünmə qüvvəsi ən kiçikdir. O da bucağın ən kiçik qiymətində sükunət sürtünmə qüvvəsi də ən kiçik olacaq.
Bunu da belə yadda saxlayırıq. Sonra 15. Bizə deyir ki, cisim maye müstəvi üzərində sükunətdədir. Biz müstəvi meyl bucağını azaltdıqda cismə təsir edən sükunət sürtünmə qüvvəsi və dayağın reaksiya qüvvəsi. Əvvəlcə biz buradan qüvvələri göstəririk. Mərkəzdən aşağı doğru mj ağırlıq qüvvəsi təsir göstərir. Bunun perpendikulyar toplananı var mj kosinus alfa, paralel toplananı var mj sinüs alfa. Bunları izahlarımda çox göstərmişəm. Çünki bura alfa bucağı olanda burada alfa bucağı olur oxşarlıqdan getsək. Nəticədə artıq, yəni bucağı bitişik olan proyeksiya kosinusla, digəri isə, digər proyeksiya isə sinusla hesablanır. Burada kosinus, burada sinus. Sonra dayağın reaksiya qüvvəsi dayağın cismə göstərən təsir qüvvəsidir. Sükunət isə onu geriyə doğru saxlayır, sürüşməyə qoymur. Nəticə etibarilə buradan biz dayağın reaksiya qüvvəsi və sükunət sürtünmə qüvvəsinə baxırıq. Dayağın reaksiya qüvvəsi mj kosinus alfa ilə hesablanır. mj kosinus alfa. Amma sükunət sürtünmə qüvvəsi isə mj sinüs alfadır. mj sinüs alfa. Nəticədə nə olur? Deyəcək ki, bucağın qiyməti azalıbsa, bucaq azalıbsa, deməli, reaksiya qüvvəsi artacaq. Niyə? Çünki kosinus azalan funksiyadır. Yəni, bucaq azalanda qiymət artır, bucaq artanda qiymət azalır. Sinüs alfa isə artan funksiyadır. Yəni, bucağını azaltmışamsa, qiymət də azalacaq. Yəni, bucaq azalanda qiymət də azalır, bucaq artanda qiymət də azalır. Nəticədə dayağın reaksiya qüvvəsi artar, sükunət sürtünmə qüvvəsi azalar. Azalar artar. Azalar artar hardadır? D variantındadır. Bu şəkildə. Sonra 16. Deyir ki, hansı ifadələr doğrudur? Maye müstəvi üzrə cisim sürtünməsi sürüşür. Yəni, burada sürtünmə qüvvəsi nəzərə almırıq. Sıfırdır. İndi meyl bucağın bir azaltdıqda nə baş verir? Gəlin, burada maye müstəvini göstərin, üzərində də. Aha. Maye müstəvini bu dəfə düz çəkə bilirik nihayət. Və burada müəyyən bir alfa bucağı var. Üzərində də cisim var. Yəni, elə onu da göstərim. Belə bir cisim var. Mərkəzdən aşağı doğru hansı qüvvə təsir göstərir? mj ağırlıq qüvvəsi. Bir dəqiqə, qələmlə dəyişirəm. Buradan onun proyeksiyalarını göstərək. Dayağın reaksiya qüvvəsi yuxarıya doğrudur. Bir də sürtünmə qüvvəsi var, amma onu nəzərə almayacaq. Amma hər ehtimalı göstərirəm. Tamam. Dedik ki, bu mərkəzdən aşağı doğru mj'dir. Burada alfa bucağıdırsa, burada alfa bucaqda olur mj kosinus alfa. Bura olacaq mj sinus alfa. Burada dayağın reaksiya qüvvəsi, burada da sürtünmə. Amma bizə deyir ki, sürtünməni nəzərə almıyor. Bu sürtünməni nəzərə almırıq burada. Meyl bucağını azaltdıqda. Onda bu aşağı doğru sürüşəcəkdir. Düzdür, sürtünməsi sürüşür müəyyən A təcili ilə. Onda artıq deyəcəyik ki, MA nə ilə tərazlaşır? Maye müstəvi üzrə bir dənə ona təsir göstərən qüvvə mj sinüs alfadır. mj sinüs alfa ilə. Onda artıq buradan m'lər ixtisar gedəndə A-ya qalır j sinüs alfa. Yəni sinüs alfa artan funksiyadırsa, mən bu bucağı azaldıramsa qiymət də azalır. Deməli A təcili azalmış olar. Hərəkət təcili azalar 2 doğrudur. Təzyiq qüvvəsi nədir bəs uşaqlar? Təzyiq qüvvəsi yadda saxlayırıq ki, dayağın reaksiya qüvvəsi tərazlaşır. Çünki dayağı göstərən təsir qüvvəsi Newton 3-cü qanuna görə əks təsir qüvvəsinə bərabərdir. Bu da reaksiya qüvvəsidir. Onda təzyiq qüvvəsi N reaksiya qüvvəsi ilə tərazlaşır. Bu da mj kosinus alfadır. Nəticə etibarilə burada dedik ki, kosinus alfa, kosinus özü azalan funksiyası bucaq azaltdıqda qiyməti artır. Bucağı azaltdıqda qiyməti artır. Yəni kosinus alfanın qiyməti artır. Bu dayağı reaksiya qüvvəsi artar, təzyiq qüvvəsi də artar. Cavab edirlər 2 və 4. Sonra 17-ci suala gəlirəm. Yenə eyni şeydir. Burada. Belə ağardım, bu tərəfini göstərim. Bizə yenə də sürtünmə sürüşən cismin kütləsini azaltacaq deyir. Gəlin belə yazaq da. Burada yenə mən bir maye müstəvi göstəreyim. Aha. Çalışın ki, sizdə maye müstəvini çəkin üzərində göstərin bir-bir qüvvələri. Sadəcə bu qələm yenə
Mənim ciddi siz bunu düzgün çəkərsiniz. Neyse. Burada 90 derece olduğunu vurgulayın. İndi cisim göstərirəm buradan. Üzərində belə bir cisim olsun. Buna təsir göstərən qüvvələri gəlin indi baxaq. Hansı qüvvələr idi? Artıq bunu özünüz çoxlu çəkdikcə əzbərləmiş olacaqsınız. Dəqiqə qələm artıq çox işlədiyi üçün bugün. Aha. Burada mc ağırlıq qüvvəsidir. Bunu sonra yazacağım. Burada ayağı reaksiya qüvvəsi, daha doğrusu perpendikular toplananda ki, dayağı reaksiya qüvvəsindən tarazlaşır. Burada sürtünmə yaranmalıdır, amma onu nəzərə almayasıq. Aha. Mən lütfən desin səhv qoymuşam ona görə. Hə, dedi ki, buradan mc ağırlıq qüvvəsidir. Müəyyən alfa bucağı burada yaranır, eyni alfa bucağı burada da olur. Bura olur mc kosinus alfa, bura olur mc sinus alfa, bura olur dayağı reaksiya qüvvəsi, burada da sürtünmə. Bir də deyir ki, sürtünməsi sürüşür, sürtünməyi nəzərə almırıq. Hərəkət təcili. MA nəyə bərabər oldu? MG sinus alfaya bərabər oldu. Çünki bu A təcili aşağı sürüşəndə ona başqa heç bir qüvvə təsir göstərmir. M-lər ixtisar gedəndə A-ya qalır J sinus alfa. Bunu fikir verin. Burada M kütlə varmı? Yoxdur. Deməli, onda təcil sabit qalar, dəyişməz. Bəs normal təzyiq qüvvəsi nədir? Normal təzyiq qüvvəsi bayaq da qeyd etdiyimiz kimi reaksiya qüvvəsi ilə eynidir. MG kosinus alfadır. İndi kütlədən asılı olduğu üçün kütlənin qiymətini azaldırıqsa, dayağın reaksiya qüvvəsi yaxud da ki, təzyiq qüvvəsi də azalar. Ona uyğun cavab 5 olar. Yəni cavab eləyər 3 və 5. Sonra gəlirəm nəyə? 18-ci sual deyəsən sonuncu sualdır. Hə. 18-ci suala baxırıq. Deyir ki, kütləsi 6 kiloqram olan cisim meyl bucağı 30 dərəcə olan müstəvi üzərində saxlamaq üçün müstəvi paralel istiqamətdə F20 Newton qüvvə tətbiq edilir. Cismə təsir edən sükunə sürtünmə qüvvəsini hesablayın deyir. Bunu da necə hesablayasınız? Baxın, bunu burada yenə ağardıram ki, ancaq fikrimiz məsələdə olsun. Mərkəzindən aşağı doğru mc ağırlıq qüvvəsi təsir göstərir. Bunu buradan göstərdik ki, mc ağırlıq qüvvəsidir. Sonra onun perpendikular toplananı var. Dedik, bura mc kosinus alfadır. Bura olacaq mc sinus alfa. Sonra dayağın reaksiya qüvvəsi eni burada yuxarıya doğrudur. Bir də sükunə sürtünmə qüvvəsi. Bu aşağı doğru sürüşür. Sükunə sürtünmə qüvvəsi, yəni bərabər olacaq. Həmin bu F də ondan eyni istiqamətdədir də. Yəni həm F qaldırır onu ki, sükunətdə saxlasın, həm də bunun özünün sükunə sürtünmə qüvvəsi var. Nəticə etibarilə biz nə edəsik? Deyir, sükunə sürtünmə qüvvəsini hesablayın. Müstəvi üzərində saxlamaq üçün. Onda biz baxacağıq ki, buradan. Baxın, burada F ilə F sükunətin cəmi mc sinus alfaya bərabər olmalı. Onda F sükunət üzərinə gəlsin F qüvvəsi bərabər olur mc sinus alfaya. Nəticədə buradan F sükunət bərabər olacaq mc sinus alfa qılsın F qüvvəsi. mc'miz nə qədərdir? 6 kiloqramdır. J'miz eləyəcək 6 vur 10 60. Sinus neçə dərəcədə? 30 dərəcədə 0,5-dir. Çıxılsın F qüvvəmizi nə qədər verib? 20 verib. Onda deməli, bu eləyəcək bizim üçün 30, bu da eləyəcək 20. 30 çıx 20 bizə verəcək 10 Newton. Deməli, sükunə sürtünmə qüvvəsi 10 Newtona bərabərdir. Bu şəkildə uşaqlar, mavi müstəvi üzərindəki bu hərəkətin də izahını sizə göstərdim, sualları izah elədim. Ümid edirəm ki, bütün suallar sizin üçün aydındır, başa düşdünüz. Qaranlıq qalan nə varsa, hamısını ya dərsdə məndən soruşun, ya da rəy bölməsində yenidən yazın, izah edeyim. Bu kimi videoların daha çox gəlməyini istəyirsinizsə, bunu mənə rəy yazmaqla və yaxud ki, bəyənməklə bildirə bilərsiniz. Mən də sevə-sevə bundan sonraki izahlarında hamısını çəkib YouTube'a yerləşdirərəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn dərs izahlarında görüşmək ümidilə. Özünüzə yaxşı.